Ölkənin bir qrup Gənclər Təşkilatı orduda əskər ölümləri ilə bağlı Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının ofisində dərmi masa keçirib. AXCP Gənclər Təşkilatının sədr müavini İlham Hüseyin ordudakı ölüm faktlarının cəmiyyətdə ciddi narahatlığa səbəb olduğunu deyib. 1994-cü ilin mayından bu yana atəşkəs dövründə Azərbaycanın 3000-dən çox hərbiçi itirdiyi qeyd olunub. Son zamanlar orduda nizamnamədən kənar münasibətlərin nəticəsi olan ölümlərin artdığı vurğulanıb. Asosiasiyanın prezidenti Yaşar Cəfərli bu il orduda 90 əskərin həyatını itirdiyini, 95 əskərin yaralandığını bildirib. Buna görə məsuliyyətin 19 ildir Müdafiə Naziri olan Səfər Əbiyevin, 17 ildir Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun üzərinə düşdüyünü deyib. Siyasi rəhbərliyin əskər ölümlərinə biganə yanaşmamalı, hadisələrə müdaxilə etməli olduğu nəzərə çatdırılıb. Ölkədə 50-yə yaxın hərbi yönümlü ictimai qurum olmasına baxmayaraq onlardan 4-5-inin faktlara münasibətdə tənqidi mövqe tutduğu bildirilib. Tədbirdə orduda əskər itkiləri ilə bağlı statistikanın 2003-cü ildən bəri aparıldığı qeyd edilib. Statistika aparılan son 9 ildə ordunun 1000-ə qədər əskər itirdiyi deyilib. Övladlarını hərbi xidmət zamanı itirən valideynlər ordu sıralarında münasibətlərin qaydasında olmadığını deyiblər. Əskərlik kişilik məktəbi olan halda bizim ölkədə əskəri namərd eləyiblər. Deməyə söz həddindən artıq çoxdur. Çünki ürəkdə ümmanlar yığılıb qalıbdır. Baş verən hadisələrin düzgün araşdırılmadığını, övladlarının həlak olmaları ilə bağlı aparılan istintaqların yalan üzərində qurulduğunu iddia ediblər. Bu şəkil göstərmişlər, orada fikir vermədim ki, 3 yerdə döyüş oldu orada. O vaxt 3 yerdən bir nəfər. Gəlib 6 aydan sonra bizə göstərdilər ki, güya əskərlər bir-birini qırıblar. Bizdə məsələ problem var, bizdə orduda problem var. Belə bir intizamla Qarabağ savaşında qələbə qazanmağın mümkünsüzlüyü dilə gətirilib. Gənclər durumdan çıxış yolu kimi orduya ictimai nəzarətin gücləndirilməsini şəffaflıq önə çəkiblər.